Yəqin ki, bir çoxlarınızın yadındadır bizim kəndimizin adının dəyişdirilməsiyle yaranan problem. Bilməyənlər üçün də qısa bir məlumat verim ki, bir müddət əvvəl bizim kəndimizin adını, daha doğrusu Yevlax rayon Əşəm kəndinin adını dəyişərək Əxşam qoymuşdular. Bununla əlaqədar təbii ki, kəndimizin ağsaqqalları, xüsusən də Əşəm kənd məktəbinin sabiq direktoru Tofiq müəllim və atam Elman Məbud Yevlax rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət eləmişdilər, amma mənim televiziyada olan çıxışımdan dərhal sonra bu işə reaksiya bildirildi və onlar icra hakimiyyətinə dəvət aldılar. Və orada izah edildi ki, bu kəndin adının dəyişdirilməsi bir neçə il öncə bələdiyyə sənədlərində yazılmış ada əsasən dəyişdirilib. Artıq heç bir şey mümkün deyil eləmək və yalnız kəndin adının keçmişdə tarixi adının Əşəm olduğunu sübut etdikdən sonra Milli Məclisə biz müraciət edərək adı yenidən dəyişə bilərik. Bu təbii ki, böyük bir işdir, çox çətin bir işdir. Amma mən inanmıram ki, kəndimizin adı Əxşam olub. Çünki illərdən bəri dildən dilə gələn bizim sevimli Əşəmimiz elə Əşəmdir. Sadəcə çox təəssüf hissi keçirirəm ki, hansısa bir mexaniki səhvə görə adı dəyişiblər. Ona görə də bugün qərara gəldim ki, nə qədər ki Bakıdayam, bu məsələ ilə biraz yaxından maraqlandım və hazırda gedirəm Azərbaycan Milli Kitabxanasına, Axundov adına kitabxanaya və biraz araşdırma edəcəm ki, görəsən keçmiş zamanlarda bələdiyyə hələ qurulmamışdan əvvəl bu kəndimizin adı həqiqətən də nə olub və bu barədə təbii ki, sizə məlumat verəcəm, amma siz də məni dəstəkləyin. Xüsusən də kəndimizin sakinlərinə üz tuturam. Təbii ki, həmişə məni dəstəkləmişsiniz, bugün də dəstəkləməyinizi xahiş edirəm ki, bizim problemin bir çözüm yolu olsun. Gəlib kitabxanaya çatdım. Onun möhtəşəmliyini gördüyümə görə bir daha əziz kəndimə minnətdaram. Burada yaşasam da heç gəlib çıxa bilmirdim bura. İçəridə isə hər şey çox rahat sistemdə qurulub. Az qala bizim asan xidmət mərkəzi kimi. Hər kəs çox mehriban. Əvvəlcə qeydiyyatdan keçib oxucu kartını aldım. Daha sonra informasiya mərkəzində əyləşən çox nəzakətli və köməksevər xanımlara dərdimi danışandan sonra iməclik edib axtarışa başladıq. Əvvəl 2007-ci ildə dərc olunan İnzibati Ərazi Bölgü kitabında Əxşam adını görüb çox məyus oldum. Yeni Yevlax. Yeni Yevlax qəzeti 36-61-də bizdə var. Ondan qabaq olmayıb. Bəs mətbuat Kitabın nəşri. Hə, bu kitab neçənci ilindir bax. Gördünüz burada Əxşam var. Aman Allah, neujeli? Yox, kitab 2007-də çıxıb. Araşdırmanı deyə bilmərəm. Daha sonra eyni adlı kitabın 1961-ci ildəki nəşrində Axşam adını görəndə üstümə biraz su çiləndi. Amma daha da uzağa getmək lazım idi. Təəssüf ki, daha köhnə tarixi tapa bilmirdilər qızlar. Bu zaman məni dosta zəng xilas etdi. Azərbaycanın qocaman qəzetlərinin birinin sabiq